sin pero, sin 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 Herkese salam dostlar, mən İbrahim. Yepyeni bir video ilə qarşınızdayım. Dedim neyiniyim, bir də takipçim Türk Qaqaş videomun altına yorum yazdı ki, VS ataq da bəs. Dedim, ataq da. Yıllar boyunca dünyanın en zorlarına dönüştüm. Görək kim udacaq. Dostumuzun kadrosu da budur. Çok qəşəng kadrosu var. Neyse, keçək oyuna. Görək nə olacaq. Və bəli dostlar, keçək oyuna. Başlayaq. Eşref Hakimi. YouTuber olma yolunda davam edirik. Ne alaka? Ne alaka? Hakimi. Drogba alınmadı. O rəqibin qapısı Vitor Bayadır. Allah bizə səbir versin. Çox şey qapıcıdır. Alınmadıq top. Rəqibdən çıxdı top. Atsaka vura bilmədi. Çox təəssüflər olsun ki. İnşallah rəqib bezməz, orta kafaya keçmişik. Gördüm yox, tik-tak alınmır, getmir oyun tik-taka ilə. Dəyişdirdim dizilişi, orta kafaya keçdim. Əgər kimdəsə o Drogba varsa, məndə olan. Desin özel basımını deyim, indi onsuz da oyun sözsüz görəcəyiz, yaxşı oynayır. Qaqaş dinamadı, pasın keçəcəyinə. Saka mı, Nuno Mendes mi? Heç biri. Of, ortalar yaxşı değil Saka. Eləmə bunu bizə Saka. Bukayo Saka. Saka Bukayo. Bukayo. Öldü. Rəqib Hakimi pulla alıb. Hadi lan orada. Oyuncu falan çəkmək. Rəqib də sağlamdır. Of, yaxşı düşünmüşdüm oranı. Ora atmamışdım. Van de Ven çox yaxşıdır. Mən Van de Ven deneme videosunda demişdim, yoxlayın. Məsəl üçün şübhə gəldi mənə, Van de Ven o qədər pis ola bilməzdi. Vitor Baya. İndi mən sizə buradakı taktikanı göstərim. Baxın. Of, alınmadı. Senin kafa. Göstərməyim məncə. Hakimi mi, Haaland mı? Sərzan mı, Rooney mi? Vinicius Junior. Qəşəng atdı. Rəqib qəşəng atdı. Düz önde kaldı ama yine de olsun. Ağlama hadi oyna. Oha o ne ortadı. Çıkmadı. 1-0 Real Madrid bizi budur.
Üstünlüğü bizdədir, amma top yumrudur. Buradan bunu görürük. Qaqaşın əlinə sağlıq, çox yaxşı oynayır. Görək kim udacaq. Əsas oyunun sonudur. Hələ heç nə bitməyib. Keçmədi. Drogba. Didier Drogba. Gəlirik. Dostum, gəlirik. Bugün ya sən ya mən, ikisimizdən biri udacaq. Bərabərə qalmaq söhbəti yoxdur bugün. Qaç Drogba. Didier Drogba. Oha, onu necə çıxartdı. Vitor bayaq da buna görə xoşum gəlmirdi. Rəqibdə olanda heç yaxşı deyil. İnşallah ki, Van Devenə gedib, getsə də heç də dəyişmədi onsuz. Ora atmadım. Mən xəstəyəm, mən başım çatmır ora atım. Paslarım yaxşı getmir, nəsə. Orta kafa oynadığım yadımdan çıxıb. Qaydaq orta kafaya. Çıxdım. Normal verdi bu pası. Nuno Mendes, Bukayo Saka. Çox geridə qaldı. Niyə belə oldu ki bu? Bu nə ortalardı? Özünüzə gəlin. Rəqibin qapıçısı. Çox qoymur oynayaq, rəqibin qapıçısı qoymur. Məncə yaxşı idi. Kasma telefon. Didier Drogba. Son dəqiqə momentumda oxatdı. 2-1. Qazandıq dostlar deyəsən. Rəqib çox yaxşı oynadı. Əlinə sağlıq, yəni oynayışı təmiz elədi mənə. Türk qardaşımızdır. Allah canı sağ eləsin. Bu videonu mən əslində bugün çəkirəm. Bu günlər həm Qalatasarayın, həm də Qarabağın oyunu var. Amma sabah atacağım. Yenə də istatistiklərdən onsuz hər şey görünür. Rəqibin də əlinə sağlıq. Çox yaxşı oynadı. Təbrik edirəm. Yəqin ki, indi yenə təzədən bir dənə də oynayarıq. Bu videonu sonlandıracağım burada. Çünki 2 dənə çəkə bilirəm, telefon yaddaşı da olur. Çox təəssüflər olsun ki, inşallah bunlar problemlər düzələcək bir müddətdən sonra.
Nəysə dostlar, özünüzə yaxşı baxın. Görüşmək ümidi ilə. Bay bay.